Deməli, kamillik hər bir varlığın çata biləcəyi son nöqtədir. Bəli, belə olan halda insan üçün son kamillik nə sayılır? 5 dənə müxtəlif fikir var, məktəblər var, hərəsi bir söz deyir və onları biraz müəyyən qədər araşdıraq və nəticə almağa çalışaq. Birinci məktəb liberalizm məktəbi. Onların baxışına əsasən insan fərdi maddi ləzzətlərə hamısını tam mənada əldə edə bilirsə, artıq o kamil insandır. Nə qədər maddi ləzzətlər varsa, onu tam mənada əldə edə bilirsə, artıq o kamil bir insana çevrilir. Yəni, bu baxış sırf maddi yönlü bir baxışdır. Materialist təfəkkürünə əsaslanır. Yəni, insanın maddi yönü nə qədər inkişaf edirsə, nə qədər ləzzətləri əldə edə bilirsə, bəhrələnirsə, artıq o insan kamil bir insandır. İkinci baxış sosializm məktəbidir. Onlar isə bir cəmiyyəti nəzərdə alırlar. Bir cəmiyyət nə qədər rifah orada olarsa, iqtisadi vəziyyət nə qədər ürək açan olarsa, artıq o cəmiyyət kamala yetişmiş olur. Burada da yenə də maddi tərəf nəzərdə tutulur. Hətta təəssüflər olsun ki, bəzi inancılı insanlar da İmam Zamanı gözlərkən elə bu niyyətlə gözləyirlər ki, o gəlsin, iqtisadi vəziyyəti düzəltsin və bu düzəldikdə də artıq hər şey gözəl olacaq. Xeyr. İmam Zaman əleyhissalamın görəcəyi ən mühüm iş ubudiyyət yolunu, bəndəçilik yolunu açacaq. Ki, insanlar Allaha rahat şəkildə bəndə olsun. Bəli, və bunun üçün iqtisadiyyət də lazımdır və mühüm faktordur. Amma məhz onun üçün gəlir, xeyr, o deyil. Son hədəf o deyil, o bir vasitədir. Əmniyyət bir vasitə olduğu kimi, elm bir vasitə olduğu kimi, təhsil bir vasitə olduğu kimi və o da bir vasitə kimi nəzərdə tutulur və əsl hədəf isə o deyil. Üçüncü baxış, üçüncü məktəbin fikri, üçüncü məktəb tərki dünyalıq təfəkkürünə söykənir. Yəni, bir insan o zaman kamil bir insana çevrilir ki, dünyanı tərk edir, maddi ləzzətlərə yox deyir, dünyadan üz çevirir və belə olduğu təqdirdə artıq o insan kamil bir insana çevrilir. Çox təəssüf. Bəzi inanclı insanlarda bu zehniyyət var. Çünki onlar zöhd anlayışını olduğu kimi dürüst başa düşmürlər. Zöhd deyərkən, zahid insan deyərkən onlar elə başa düşürlər ki, dünyanı tərk eləmək. Bəli, zöhd sözü lüğəvi mənası rəğbətsizlik və meyilsizlikdir. Amma istilahi mənası isə hər hansı ilahi bir hədəf təyin etdikdən sonra müəyyən istəklər və yox deyirsən ki, hədəf və məqsədvə gedib çata biləsən. Müəyyən istirahətləri azaldırsan, müəyyən ləzzətlərə yox deyirsən ki, ilahi hədəfə gedib çatasan. Halbuki insanın rəğbəti ola hədəfinə görə, məqsədinə görə onlara yox deyir və özünü rəğbətsiz bir insan kimi aparır. Zöhd budur. Yəni, zöhd bir məqsəd təyin edib, hədəf təyin edirsən və ona tərəf yorulmadan addım və addım hərəkət edirsən. Zöhd nəinki insan tərki dünya olur, belə insana zahid demirlər. Məsələn, Peyğəmbərimizin bir cümləsi var, buyurur ki, İslamda rahiblik yoxdur. Yəni, bu mənada ki, insan dünyanı tərk eləsin, çəkilsin bir guşəyə, yalnız ibadət, oruc və s. belə bir şey yoxdur. Əlbəttə, zöhddə ikinci yanlış təfəkkürdə bunu deyiblər ki, yanlış izah da bunu veriblər ki, nəzərə alın dünya ləzzəti, axirət ləzzəti. Zahid insan o insanı dünya ləzzətlərinin hamısını yox deyil, axirət ləzzətlərinə üz tutur. Belə olduğu təqdirdə insan zahid olur. Yəni, belə deyək də, yəni, ya xoşbəxtlik, bədbəxtlik, iki dənə bu fikir yanaşı qoyurlar. Deyirlər, bu dünyada bədbəxt yaşa ki, axirətdə xoşbəxt olasan və yaxud bu dünyada xoşbəxt olsun, axirətdə bədbəxt olarsa, xeyr. Zöhd bu deyil. Zöhd birinci dediyimdir. Və tərki dünyalıq bəzi insanların fikrinə əsasən insan o zaman kamildir ki, dünyanı tam mənada tərk edir və tərki dünya olduqda o insan kamil bir insana çevrilir. Dördüncü, əqli tərəqqi. Yəni, bir insan əqli nöqteyi nəzərdən nə qədər inkişaf edirsə, tərəqqi edirsə, elə məhz o insanda kamil bir insana çevrilir. Amma unutmayaq ki, insan yalnız əqildən ibarət deyil. Əqli olduğu kimi qəlbi də var. Əqlin məlumata ehtiyacı olduğu kimi qəlbin də imana ehtiyacı var. Bunlar ikisi paralel olmalıdır, birlikdə hərəkət eləməlidir. Mənəviyyat və elm bir digərindən ayrılmazdır. Və 5-ci məktəb elə məhz bu məktəbdir ki, əqlin və qəlbin ikisinin tərəqqisi. Beləliklə, yəni insan varlığının bütün sahələrinin
kamilləşməsi, nəinki bir yöndə kamillik. Elm mövzusunda kamilləşir, amma bir dönəmdən sonra da həmən elm vasitəsilə cəmiyyətə ziyan vurur. Ya gücü artır, qüdrəti artır, gücündən sui-istifadə edib məzlum əsir. Xeyr, bunlar hamısı hər tərəfdən bir insan hansı sahələrdə kamilliyə tərəf üst tuta bilərsə, inkişaf edə bilərsə, mənəvi inkişaf və s. Belə olduğu təqdirdə insan kamil bir insana çevrilir. Məhz 5-ci məktəbin fikri budur. Əqli və qəlbin təkamül. Bunlar ikisi olduqda insan təkamül etmiş olur.